Salam hörmətli abituriyentlər, 2-ci Rusiya-Qacarlar müharibəsi haqqında danışacağıq. Qacar hökuməti Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab eləyirdi və ona görə müqavilənin şərtlərinə yenidən baxılmasını istəyirdi. Lakin Rusiya Napoleon Fransası üzərində qələbədən sonra Avropada nüfuzunun artması səbəbilə heç bir dövlətə güzəştə getmək fikrində deyildi. 1814-də İngiltərə və Qacarların yenidən bir araya gəldiyini görürük, Tehran müqaviləsi imzalanır. İngiltərə Qacarlara hərbi və maliyyə yardımı etməyi öz öhdəsinə götürürdü. Qacarlar İngiltərəyə Hindistan sərhədlərinin təhlükəsizliyi ilə bağlı təminat verirdi. İngiltərə silahlar və hərbi gəmilər ayırmaqla bağlı öhdəliyi təsdiq eləyirdi və Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasında Qacarlara dəstək vəd edirdi. Ki, yenidən baxacağıq, narahat olma müqavilənin şərtlərinə. 1817-də Ruslar Yermalovun başçılığı ilə nümayəndə heyəti göndərir Tehrana, amma Rusların nümayəndə heyəti soyuq qarşılanır. Və 1823-cü ildə Qacarlar Osmanlı İmperiyası ilə əməkdaşlıq haqqında müqavilə imzalayır. Belə bir vaxtda, yəni Qacar, Osmanlı və İngiltərənin yaxınlaşdığı bir vaxtda Rusiyada dekabristlər üsyanı başlayır və Rusiyanın vəziyyəti pisləşir. Ona görə 2-ci Nikolay düşünür ki, mən bəlkə də güzəştə getməliyəm Qacarlara indiki məqamda. Və yeni nümayəndə heyəti göndərir Qacarlara. Qarabağ və Lənkəran xanlığının bir hissəsini deyir ki, güzəştə getməyə razıyam. Əslində pis təklif deyil, müharibəsiz falansız Qarabağ və Lənkəranı qaytarmaq. Amma Qacarlar bu şərti qəbul etmirlər. Bundan sonra Rusiya artıq əmin olur ki, Qacarlar müharibəyə başlamaq istəyir. Və 1826-cı ildə Abbas Mirzənin başçılığı ilə Qacarlar Azərbaycan istiqamətində hücuma başlayırlar. Cavad xanın oğlu Uğurlu xan, keçmiş Bakı xanı Hüseynqulu xan, keçmiş Şamaxı xanı Mustafa xan da Abbas Mirzənin ordusunda təmsil edilirdi. Lənkəran, Şamaxı, Şəki azad edilir və xan hakimiyyəti bu ərazilərdə bərpa olunur. Şuşa və Bakı isə Ruslar tərəfindən güclü müdafiə olunurdu. Çünki Həştərxandan Bakıya silah, ərzaq, sursat gətirilirdi və Ruslar buranın müdafiəsinə xüsusi önəm verirdi. Həmçinin Qarabağda Azərbaycanın qapısı adlanırdı və Ruslar üçün çox böyük əhəmiyyətə malik idi. Şuşanı xüsusilə müdafiə edirdilər, bir də Bakını. Ona görə də Qacarların Şuşa və Bakını tutmaq niyyətləri baş tutmur. Abbas Mirzə Şuşanı hətta 48 gün mühasirədə saxlasa da ala bilmir. Və 2-ci Rusiya-Qacarlar müharibəsinin əsas döyüşləri Şəmkir, Gəncə, Naxçıvan və Cavanbulaq döyüşləridir. 1826-cı ildə Şəmkir və Gəncə, 1827-ci ildə Naxçıvan və Cavanbulaq döyüşləri və bütün bu döyüşlərdə Ruslar Qacarları məğlubiyyətə uğradı. Çox keçmədən İrəvan və Naxçıvan xanlıqları da Rusiya tərəfindən işğal olunur. 1827-ci ildə Ruslar Maku, Xoy, Mərənd, daha sonra Urmiya və Ərdəbili də işğal eləyirlər və Qacarlar tərəfindən tutulan Azərbaycan ərazilərini də geri qaytarırlar. Qeyd etdik ki, İrəvan və Naxçıvan da artıq Ruslar tərəfindən tutulmuşdu 1827-ci ildə. Artıq vəziyyət bu cürdür yəni. Və Qacarlar artıq görürlər ki, nəinki biz Şimali Azərbaycanı itirmişik. Hətta Maku, Xoy, Mərənd, Təbriz, Urmiya, Ərdəbilə giriblər Ruslar. Ona görə də məcbur olur artıq Ruslarla Türkmənçayı imzalamağa. Və Türkmənçay müqaviləsi 1828-ci ildə imzalanır. Müqavilənin şərtlərinə əsasən Qacarlar Azərbaycan və Cənubi Qafqaza olan iddialardan bir dəfəlik əl çəkirlər. Naxçıvan, İrəvan daxil olmaqla bütün Şimali Azərbaycan Rusiyaya qalırdı. Xəzər dənizinin Rusiyanın daxili dənizi olmasını Qacarlar təsdiq edirdilər və burada hərbi donanma saxlama hüququ yenə də yalnız Rusiyaya verilirdi. Qacarlar əhalinin İrandan Qafqaz hərəkətinə icazə verirdi. Burada söhbət ermənilərdən gedir və Qacarlar Rusiyaya 20 milyon rubl məbləğində təzminat ödəməli idi. Rusiya Qacarların istədiyi şəhərlərində diplomatik korpus və ticarət konsulları açmaq hüququna malik oldu. Həmin il 1828-1829-cu illəri əhatə eləyən həm də Rusiya və Osmanlı müharibəsi oldu və Ruslar bu dəfə Osmanlıları məğlub elədilər. Və Osmanlılar da Rusiyanın Qafqazdakı işğallarını tanıdı. Ədirnə müqaviləsi ilə və həmçinin Osmanlı ərazisindən də çoxlu erməni ailələrinin Azərbaycana köçürülməsi prosesinə başlanıldı. Bu, 2-ci Rusiya-Qacarlar müharibəsinin qısa video izahı idi.
İndi isə vəsaitimizlə mövzunu öyrənək. Ümid edirik ki, hər biriniz üçün faydalı oldu. Sağ olun, gələn görüşlərədək. Hələlik.